birjaların, beynəlxalq bazarların çökməsi, qalxması, müxtəlif kütləvi informasiya vasitələrində bu barədə danışılır. Bizim soydaşlarımız da eşidir. Bu barədə bunun mahiyyəti haqqında biraz danışmaq istəyirəm. Sadə adamlara onun təsiri çox böyük deyil. Söhbət burada o böyük şirkətlərin səhmlərinin qiymətinin artıb azalmağından gedir. Düzdür, nəticə etibarilə nə zamansa digər sahələrə də təsir edir. Amma onlar o bazarda, birjada o səhmlərin qiyməti oynayır. Tutaq ki, məsələn, 3 ay bundan qabaq Elon Musk'ın sərvəti 430 milyard idi, sonra düşdü 300 milyarda, sonra yenə qalxdı biraz. Onun nə Elon Musk'a, nə bizə çox böyük fərqi yoxdur, çünki o situasiyaya görə oynayan bir rəqəmlərdir və hansısa milyarder üçün 80 milyard yoxsa məsələn 83 milyard pulun olmağı onun üçün də böyük problem deyil və bu belə deyək qlobal təsir baxımından da böyük deyil. Ona görə də bir də görürsən ki 3 gün 4 gün birja getdi, üzü aşağı, aləm dəydi bir-birinə, böyük iqtisadi böhran, amma sonra Trump bir açıqlama verdi və birja özünə gəldi, birdən-birə 7-8% üstünlük yarandı. Nəyi vurgulamaq istəyirəm, əziz həmvətənlər? Əlbəttə ki, qlobal böhran da yarana bilər. Nə deməkdir qlobal böhran? Yəni, inkişaf sürəti aşağı düşə bilər, hətta bəlkə də inkişaf aşağı düşər. Ümumiyyətlə, yerində sayar. Resesiya olar, böhran olar. Yəni, inkişafın qarşısı alınmış olar. Məsələn, ötən il Amerika Birləşmiş Ştatlarında ümumi daxili məhsul 2,8% oldu. Amerikanın ümumi daxili məhsulu 29 trilyon dollardır. O da 2,8% artanda təsəvvür edin, az qala 1 ilə 1 trilyona qədər artımdan gedir söhbət. Məsələn, indi o sürət biraz aşağı düşə bilər. Eləcə də Böyük Britaniyanın, Almaniyanın, Yaponiyanın inkişaf etmiş ölkələri. Amma bu bir Amerikalının, bir Almanın, bir İngilisin, bir Yaponun, bir Fransızın həyat səviyyəsinə çox böyük təsir etməyəcək. Bilirsiniz, onlar bizdən o qədər yaxşı yaşayırlar ki. Onlarda həyat səviyyəsi bizdən 7-8, bəzən 10 dəfə üstündür. Və ona görə də orada bir 3%lik tutaq ki, inflyasiya artımı rəqəmdə ifadə olunur. Yəni, siz özünüzlə müqayisə eləməyin, əziz həmvətənlər. Bunu ona görə danışıram ki, yəni burada indi Azərbaycan hökuməti bilirsiniz nəyə çalışacaq? Çalışacaq ki, bundan sonra axı mən sizə demişəm ki, bu hökumət qaldıqca çox təəssüf ki, bizim aydan aya, ildən ilə vəziyyətimiz pisləşəcək. Azərbaycan hökuməti çalışacaq ki, o qlobal bazarlardakı qeyri-sabitliyi tragediya kimi təqdim eləsin. Deməli, ASTV-lər, İTV-lər, hamısı deməli Azərbaycan xalqının beynini yumaqla məşğul olacaqlar ki, Azərbaycanlılar şükür eləsin. Amerika batır, Almaniya batır, Fransa ümumiyyətlə yerin dibindədir. Hələ biz yaxşıyıq, o 450 manat maaşımı alıram. Amma Amerikanlar ümumiyyətlə batırlar, orada bilirsiniz nələr baş verir. Elə deyil, bax onu izah eləmək istəyirəm. Hamı aldığı maaşı alır, heç kimin maaşı azalmır. İşsizlik ciddi şəkildə artması gözlənilmir. Ciddi bir artım olmayacaq. Əksinə, bu böhranın o bir başı da var da. Məsələn, bir Amerikalı üçün düşünün ki, hansı ki ortalama 60, 70, 80 min dollar ilə əmək haqqı alır. Onun ən böyük məişət xərci benzin puludur. Amerikada hamının maşını var demək olar ki və ona görə də benzin də bahadır, bazar qiyməti ilə formalaşır və ən böyük xərci onların benzin puludur. Sonra da elektrik və digər kommunal xərclər. Məsələn, indi orada iki başı var axı bu işlərin. Çin mallarının qiyməti qalxacaq bu tarifə görə. Ola bilsin ki, başqa məhsulların da qiyməti qalxacaq müəyyən qədər. Amma əvəzində məsələn, neftin qiyməti düşdüyünə görə benzini ucuz alacaqlar. Elektrik enerjisini ucuz alacaqlar, istilik ucuz başa gələcək və s. Demək istəyirəm ki, onların həyat tərzində bir şey dəyişməyəcək. Onlar yenə də illik 50, 70, 80 min dollarlıq maaşlarını alacaqlar. Onların fikrini çəkməyin siz. Ola bilsin ki, onların həmin o 50, 70, 80 min dollar əmək haqqı alan Amerikalı, İngilis, Alman həyat səviyyəsi 2-3% pisləşə bilər. Bütövlükdə bu problemin nəticəsində. Amma onun üçün nə deməkdir ki o? Düşünün bir onu. Amma biz özümüzün günümüzü ağlamalıyıq. Bax, əsas bunu vurgulamaq istəyirəm. Bizim üçün isə çox təəssüf ki, daha pis günlər gəlir, əlbəttə ki. Çünki biz təsəvvür edin, neftin, qazın ən yüksək qiymətlərini yaşamışıq ötən 2 ilin ərzində. Çox yüksək olub. Neftin də, qazın da qiyməti. Çünki bu Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin o biri iki başı var da hər bir müharibənin. Neftin, qazın qiymətini qaldırdı. Deməli, biz də ondan maksimum
istifadə edib neftimizi, qazımızı baha satmışıq. Amma yenə də bir iqtisadi inkişaf olmuyor. Azərbaycan iqtisadiyyatı yerində sayır. İndi təsəvvür edin ki, qiymətlərin düşməsi labüddür. Artıq Azərbaycan nefti, Brent markalı neft, Azəri Light 60 neçə gündə dəyişir də, ona görə dəqiq deməyə ehtiyac yoxdur. 60 və neçə. Tutaq ki, Rusiya nefti ümumiyyətlə 50-lərə düşür, 50-də neçə olur. Və belə davam eləyərsə, nə baş verəcək? Belə davam eləyərsə, ilk növbədə Azərbaycan kimi iqtisadiyyatı olmayan, bütövlükdə bütün iqtisadi həyatının 90%-i neftə, qaza bağlı olan ölkələr üçün sosial vəziyyət pisləşəcək və təbii ki, Rusiya üçün də pisləşəcək. Çünki Rusiyanın iqtisadiyyatı düzdür, Azərbaycan qədər neftdən, qazdan asılı deyil. Onların başqa şeylər də var satmaqlara, özləri də çox şey istehsal edirlər. Bizim vəziyyətimizdə deyirlər iqtisadi baxımdan onlar. Amma onlar üçün də hələ rəsmən etiraf olunan büdcənin 30%-i yenə də neft-qaz satışından gəlir. Və müxtəlif ekspertlərin hesablamalarına görə qiymətlər bu il Rusiya nefti üçün 50-lərdə olsa, 51, 52 və s. 50-lərdə olsa, o zaman Rusiyanın sonuncu rezervləri var. Mən əvvəlki proqramlarda sizə danışmışam. Əhalinin rifah fondu. O axırıncı rezervidir Rusiyanın. O rezervlər də bu ilin axırına tükənir. Baxın, ilin axırına qədər qiymət, neftin qiyməti böyük ehtimalla da belə gözlənilir. Ekspertlər belə deyirlər ki, ilin axırına qədər də bu qiymətin aşağı düşmə tendensiyası saxlanacaq. Nə baş verəcək? Rusiyada çox ciddi iqtisadi böhran yaranacaq. Azərbaycanda nə baş verəcək? O olan qalan iqtisadi imkanlar da tükənəcək. Bilirsiniz, Azərbaycan hakimiyyətini tanıyırsınız da. Pul çatışmayan kimi birinci kimdən kəsirlər? Xalqdan. Özü ən o az belə müdafiə olunan, daha çox müdafiə ehtiyacı olan hissədən kəsirlər. Balaca büdcədə demək büdcə mədaxillərinin gəlişi azalan kimi pensiyaların verilməsini ləngidirlər. Görürsünüz də, siz onu hiss edirsiniz. Bir balaca sosial vəziyyət pisləşən kimi oradan deməli Maliyyə Nazirliyi tələb edir ki, ixtisarlara başlayın. Demək, bütün o nazirliklərdə olan insanları, müəllimləri belə ixtisar edin. Yeri gəlmişkən bilirsiniz də, müəllimlərin ixtisarı davam edəcək. Sadəcə orada pambıqla baş kəsirlər. Yavaş-yavaş demək, müxtəlif üsullardan istifadə edirlər, testlərdən və s. istifadə edirlər. Amma orada bir siyasi xətt var. Müəllimlər xeyli pul alır hökumətdən. Hökumət də o pulun hamısını özününki sayır axı. Hökumətdə o anlayış yoxdur ki, bu dövlətin pulu elə getməlidir millətin təhsilinə, səhiyyəsinə, digər vacib işlərinə. Onlar deyirlər ki, bu təhsilə çox pul gedir, onu kəsmək lazımdır. İndi ona görə məktəbləri qapatmaq, müəllimləri ixtisar etmək, belə şeylər var. Deməli, indi də neftin qiymətinin düşməsi bizə zərbə vuracaq. Və neftin qiymətinin düşməsi bizim xarici ticarət saldosundakı o müsbət ki var idi. Yəni bizim hər zaman satdığımız, aldığımızdan xaricdən çox olurdu. Bax ki. Və bu müsbət saldonun hesabına biz manatın Azərbaycan dövləti süni şəkildə də olsa kursunu sabit saxlaya bilirdi. İndi o da çətinləşəcək. Ona görə də bu devalvasiya söhbətləri artıq. Fikir verin. Ötən il Mərkəzi Bank öz rezervlərindən 800 milyon dollardan artıq əlavə dollar satmalı oldu. Rezervlər əriməyə başladı. Və indi çox ağıllıdırlar da, tədbir görürlər, ciddi tədbir görürlər. Böhran əleyhinə ciddi tədbir. Nədən ibarətdir? Mərkəzi Bank həftəlik nə qədər hərracda dollar satacaq, onu heç kimə deməyəcəklər. Deməli, tədbir görmək əvəzinə ki, ölkənin bu ticarət balansı aşağıya, minusa düşməsin. Yəni, ölkədə yerli istehsal olsun. Biraz əvvəl danışdığım hər şeyi biz ərzağa qədər xaricdən alırıq. Deməli, onun tədbirini görmək əvəzinə ki, yerli istehsal canlansın və bizim valyuta böyük miqdarda getməsin xaricdən mal almağa, ithal üçün. Onun tədbirini görmək əvəzinə, iqtisadi azadlıqlar yaratmaq əvəzinə, iş yerləri açmaq əvəzinə nə edirlər? Mərkəzi Bank hər ay, hər həftə nə qədər dollar satacaq, onu deməyəcəklər ki, güya insanlar panikaya düşməsin. Başa düşmürlər ki, insanları daha çox bu panikaya salacaq. Çünki yaxşı şey olsa sən onu gizlətmərsən. Bunu sadə insan da başa düşür də. Əgər orada o satılan Mərkəzi Bank tərəfindən valyuta doğrudan da təhlükəli bir şey deyilsə, negativ bir şey deyilsə, sən oraya informasiya niyə gizlədirsən ki? Bu sadə məntiqdir də. Sadə insanlarda, iş adamlarında dərhal hiss yaranır ki, aha, deməli işlər yaxşı getmir. Mərkəzi Bank nə qədər valyuta satdığını və manatı indiki kursda saxlamağın neçəyə başa gəldiyini demir millətə. Deməli ki, devalvasiya çox uzaqda deyil. Baxırsınız, əziz həmvətənlər, biz hər dəfə düşünürük ki, indi biz o qədər pis yaşayırıq ki, bundan pis necə olacaq ki?
Amma olur. İldən ilə qiymət artımları davam edirmi? Biz deməli, əvvəlki qiymət artımının ahını uhunu çəkib qurtarmamış yenisi gəlir. Yenilər başa çatandan sonra ikinci dövrə başlayır. Üçüncü dövrə başlayır. Bir yadınıza salın, baxın, görün. Bu, deməli, yanacağın qiyməti, daşımaların qiyməti, nəqliyyat daşımalarındakı qiymətlər, metro qiymətləri, internet qiymətləri, suyun qiyməti, elektrik enerjisinin qiyməti və s. İstiliyin qiyməti, hər şeyin qiyməti neçə dəfə qalxıb bu son illərdə? Bəs nəyin qiyməti düşür? Bir ərzağı gözünüzün qabağına gətirin. Bir neçə il bundan qabaq əti neçəyə alırdınız, yağı neçəyə alırdınız, toyuğu neçəyə alırdınız, yumurtanı neçəyə alırdınız, indi neçəyə alırsınız? Bir maaşınızı da düşünün, pensiyanıza baxın, görün onlar həmin sürətlə artırlarmı? Yoxdur bunların hamısı. Biz həddindən artıq çox pis yaşayırıq. Azərbaycan xalqı o söhbət gülmək üçün deyil, həqiqətən dözümlüdür. Mən təəccüb içindəyəm. Azərbaycan xalqı bu şərtlərə necə dözür? Bu şərtlər altında necə yaşayır bu insanlar? Necə olur ki, bu ölkədə hər halda hamı ayaq üstədir, heç kim ac olmağından xüsusi olaraq şikayət eləmir. Bilmirəm, utanmaq hissi qalib gəlir, aclıq hissinə. Yoxsa nə baş verirsə, Azərbaycanlıların bu şərtlər altında dolanmağı özü bir möcüzədir. Və çox təəssüf ki, daha pis olacaq. Deməli, ölkədə əsas gəlir yerimiz bizim neft və qazdır və neftin və qazın qiymətinin düşməsi davam edəcək. Çünki neftin və qazın düşməsinin, ötən dəfə izah etmişdim, düşməsinin səbəbi təkcə o bazarlardakı yellənmək deyil. O birjalardakı qiymət artıb azalmağından asılı olsaydı, ona ümid eləmək olar ki, bugün düşüb 3 gündən sonra, 1 aydan sonra qalxar. Xeyr, o deyil. Neftin bir tərəfdən istehsalı artır, təklif bazarda artır, o biri tərəfdən tələb azalır. Tələb nədir? Nəyə görə azalır? Çünki Çin iqtisadiyyatında eniş gözlənilir və üstəlik dünyada həddindən artıq çoxlu sayda bərpa olunan enerjiyə keçid baş verir. Fikir verin, İlham Əliyev ondan da şikayətləndirdi ki, Avropaya aqressiyanın bir səbəbi də bu idi ki, Avropa yeni qaz layihələrini maliyyələşdirmir. Uzun müddətli qaz müqavilələri Azərbaycanla bağlamır. Niyə görə? Bu Azərbaycana xüsusi təzyiqdirmi? Mən əmin deyiləm. Çünki Avropanın belə strategiyası var ki, ümumiyyətlə bərpa olunan enerjiyə keçsin. Təkcə neftdən, kömürdən, yox elə qazdan da yavaş-yavaş imtina eləsinlər. Müasir dünya ora doğru gedir. Çin də bu istiqamətdə böyük addımlar atır. Deməli, bərpa olunan enerjiyə keçid. Baxın, ətrafda bütün məlumatları eşidirsiniz. Azərbaycana indi çox gəlməyib, amma bütün dünyada elektrik maşınları bilirsiniz hansı sürətlə artır. Bütün dünyada külək enerjisi, günəş enerjisi, başqa deməli bərpa olunan enerjilər hansı sürətlə artır? Yəni bizim ki ümidimiz tək bağlanıb o neftə qaza, o köhnəlib. O ildən ilə dəbdən düşür, ehtiyac azalacaq və onun qiymətinin aşağı düşməsi daimi bir trendə çevriləcək. İstehsal da aşağı düşəcək, qiymət də aşağı düşəcək. Ona görə də Azərbaycan hökuməti azacıq məsuliyyətli olmalıdır heç olmasa. Xalqı qarşıdakı aylarda, illərdə nələr gözləyəcək, o barədə düşünmək lazımdır. Yoxsa bu Somali, Cibuti, Vyetnam, Kongo, müxtəlif ölkələrlə bu geopolitik güya böyük oyunlar qurmaq, güya ki, qlobal oyunçu imici yaratmağa çalışmaq, bunlar hamısı absurddur. Kimi aldatmaq olar ki bununla? İlk növbədə Azərbaycan xalqını əgər aldatmağa yönəlibsə bu siyasət, o alınmayacaq. Azərbaycan xalqı kifayət qədər ayıqdır, savadlıdır və nəhayət süfrəsini və cibinin vəziyyətini hamıdan yaxşı bilir.